Koç bürcü üçün 2026-cı il proqnozu, bürc dövrü yazılmayıb, yalnız bürc adı qeyd olunub. Ümumi vəziyyət 2026-cı il Koç üçün bünövrə qurmaq, daxili gücü formalaşdırmaq və yönünüzü dəqiqləşdirmək ili olacaq. Horoscope.com bu il impulsivlikdən uzaq durmaq, daha çox planla hərəkət etmək vacibdir. Karyeran iş. İş və karyera sahəsində yüksəliş üçün şanslar var. Yeni liderlik rolları qarşınıza çıxacaq. Astrology.com amma bu yüksəliş bir anda olmayacaq. Sabitlik və məsuliyyət tələb olunur. Horoscope.com özünüzü inkişaf etdirməyə yönəlik təlimlər, yeni bacarıqların öyrənilməsi 2026-cı ildə önə çıxır. Industro qısa məsləhət. Hər layihəni necə uzun müddətli edə bilərəm sualı ilə qiymətləndirin. Ani qərarlardan çəkinin, strateji düşünün, maliyyən gəlir. Gəlirlər baxımından potensial yüksəliş mövcuddur, amma xərclər də artıla bilər. Astroyogi.com riskli investisiyalardan uzaq durmaq, borclanmaqdan çəkinmək məsləhətdir. Industro qısa müddətli impulslarla deyil, planlı şəkildə əmək sərf etmək daha məhsuldar olacaq. Ganesha Speaks qısa məsləhət. Büdcənizi əvvəlcədən qurun. Qəza fondunuz olsun və ani xərclər üçün təcili planınız hazır olsun. Şəxsi həyat münasibətlər. Münasibətlərdə daha balanslı və anlayışlı olmaq tələb olunur. İmpulsiv davranışlar risk yarada bilər. Horoscope View. Əgər münasibətiniz varsa, həm emosional bağları gücləndirmək, həm də praktiki məsələlərə yönəlmək önəmlidir. Əgər subaysınızsa, daha ciddi əlaqələr üçün əlverişli zaman ola bilər. Sunscience.com ailə və ev mühitində dəyişikliklər ola bilər. Çatışmalar yox, dialoq üstün olmalıdır. Industro qısa məsləhət. Münasibətlərdə davamlılıq anlayışını önə çıxarın. Hisslər yüksək ola bilər, amma sabitlik vacibdir. Sağlamlıq və ruh halı. Fiziki sağlamlığınız üçün əsas enerji mövcuddur. Lakin düzgün istirahət və bərpa çox vacibdir. Horoscope View. Ruh halınızda həm yüksəliş, həm də zaman-zaman yorğunluq ola bilər. Meditasiya, dərin nəfəs egzersizləri faydalıdır. Ganesha Speaks. Stres və emosional gərginliklə başa çıxmaq üçün özünüzə qayğı göstərin. Bu il iç dünyanı dinləmək də önəmlidir. Horoscope.com qısa məsləhət. Həftədə ən azı bir dəfə tam sakit vaxt ayırın. Televizor, telefon olmadan yalnız özünüzlə. Qısa məsləhət. 2026-cı ildə sizin üçün əsas düstur budur. Planla, meydan oxumağa hazır ol, amma tələsmə. Özünüzü tanıyın, gücünüzü yönəldin və hər sahədə sabitlik və irəliləyiş üçün gedin. İmpulsivlik sizi qabağa aparmaqla yanaşı, səhvlərə də